Qarğıdalı saçağı qarğıdalının özündən daha faydalıdır. Nənələrimiz onu boş yerə saxlamayıblar. Qarğıdalı saçağı xalq arasında ən çox sidik qovucu təsirinə görə tanınır. Yəni sidiyin artmasına kömək eləyir. Buna görə də sidik yollarında narahatlıq olanda yanma, göynəmə, tez-tez tualetə getmək istəyi, xalq təbabətində insanlar bu çaydan çox istifadə eləyiblər. Bu təsirlər elmi mənbələrdə də qeyd olunur. Qarğıdalı saçağı ilə yanaşı sidik yolları üçün istifadə olunan başqa təbii bitkilər də var. Məsələn, mərcani meyvəsi sidik yollarında problem yaradan mikrobların orada qalmasına mane olur. Ayqulağı yarpağı sidik yollarında yanma, göynəmə və iltihabla bağlı narahatlıqlar zamanı ənənəvi tipdə istifadə olunub. Gerçtikan kökü var. Xüsusilə kişilərdə prostatla bağlı sidiyə getmə kimi problemlərdə çox istifadə olunur. Bu bitkilərin hamısı və daha çoxu Türkiyə istehsalı olan Nuronit 25 adlı qida əlavəsinin tərkibində birləşdirilib. Mərcani meyvəsi, giyiştikan kökü, ayqulağı yarpağı, qarğıdalı saçağı, dərman, gülünbahar ekstraktı. Bax, bu birləşmiş formul sidik ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırır, prostat vəzinə müsbət təsir göstərir. Eyni zamanda sidiyin vaxtında xaric olunmasını asanlaşdırır, sidik qovucu spazmı açıcı, iltihab əleyhinə və ödəm əleyhinə təsir göstərir. Nuronit 25 bitki tərkiblidir, dərman deyil. Bir qutuda 30 kapsul var və 1 aylıq müalicə kursudur. Qeyd edim ki, kəskin infeksiya zamanı həkim müalicəsini əvəz eləmir. Simptomlar çox güclüdürsə, mütləq həkimə müraciət eləyin. Həkim və əczaçıların məsləhəti ilə əksər apteklərdən və nutriko.az saytından əldə eləyə bilərsiniz. Əlavə olaraq bir market və Volt mobil tətbiqlərindən də sifariş eləmək mümkündür. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.